Bəzi hallarda vətəndaşlar onlara məxsus olan əmlaklara kupça, yəni çıxarış almaqda çətinliklərlə üzləşirlər. Belə vəziyyətlərdə əmlakın qeydiyyatı mümkün olmur və vətəndaşlar rəsmi mülkiyyət hüquqlarını tam şəkildə təsdiq edə bilmirlər. Vəkil Amid Əskərov Mətbuat AZA açıqlamasında bildirib ki, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar daşınmaz əmlakın dövlət reyestri haqqında qanunun 8-ci maddəsində qeyd edilib. Çıxarış daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını təsdiq edən sənəddir. Vətəndaşların daşınmaz əmlaka dair çıxarış ala bilməmələrinin səbəbləri əmlakın növündən, yerləşdiyi torpaq sahəsinin kateqoriyasından, torpaq sahəsinin mülkiyyət növündən asılı olaraq dəyişir. Amid Əskərov qeyd edib ki, əksər hallarda buna səbəb tələb olunan müvafiq sənədlərin olmamasıdır. Daha çox rast gəlinən problemlərə misal olaraq, fərdi yaşayış evləri ilə bağlı torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənədin olmaması və ya torpaq sahəsinin kateqoriyasının fərdi yaşayış evinin tikintisi üçün uyğun olmamasını, hündürmərtəbəli yaşayış binaları ilə bağlı isə mənzilin yerləşdiyi yaşayış binasının istismara yararlılığını təsdiq edən istismara qəbul aktının olmamasını qeyd etmək olar. Hər bir halda vətəndaşlara torpaq sahəsi, fərdi yaşayış evi və ya mənzil alarkən ilk növbədə həmin daşınmaz əmlaka dair müvafiq hüquq müəyyənedici sənədlərin olub-olmamasını araşdırmaq və rəsmi qaydada alqı-satqı etmək tövsiyə olunur.